Bu yaxınlarda oldu da nişan. 10-cu nişan. Olmadı. Olub da. Və bizim dəyərli xanım müğənnimiz Tərgül xanım əyləşir. İstərdim dəvət edin. Bu yaxınlarda Tərgül xanımın oğlunun nişanı oldu. Yusuf müəllim, Tərgül xanımın övladı toyu oldu. Xoşbəxt olsun. Nişanı olubdu. Xoşbəxt olsun. Bəs bizi niyə dəvət etmədin? Gərək toyunuzu çəkək. Arıcdır. Hə. Çox sağ ol Azad müəllim. Bir daha salamlayıram bütün bizi izləyən qonaqları. Bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah hər birinə xoş gün, daimi bax belə gözəl toy-düyü nəsib eləsin. Sizin də bu verilişiniz uzun ömürlü olsun. Siz bilirsiniz ki, mən doğrudan sizin xətrinizi çox istəyirəm. Doğrudan da verilişlərimiz çox sevilir, baxılır. Yəni əziyyətimiz rayonlarda çox olub. Hər birinə halal edirik. Daimi toy-düyün olsun, biz də gedək, sevə-sevə bu gözəl ansamblımızla iştirak edək. Toyu oldu dediniz oğlunuzun. Sizlə bərabər qalır, xanım gəlin, yoxsa ayrı qalır? Yox, mənlə bərabər qalır. Çünki bir oğludur. İkinci bir oğlu yoxsa ondan alır. Allah xoşbəxt eləsin. Qaynanalıq edirsiniz Tərgül xanım. Bax, gəlində görəndə nəyə diqqət etdiniz? Bir qaynana kimi, bir ana kimi. İstərdim bunlardan da danışın. Deyir, onu zaman göstərir. Bəzən deyirlər, gəlin düşdüyü ev gəlin olur. Bəzən deyirlər ki, gəlin olmur. Doğrudan da Allah Teala mən istərdim ki, hamıya mənim gəlim kimi gəlin qismət eləsin. Çox gözəl. Onların da ata-anasına çox təşəkkür edirəm ki, elə gözəl tərbiyəli evlat. Gəlin bunu almışdı. Sizə necə müraciət edir? Xala deyir, bibi deyir? Yox, ana, ata. Ana, ata. Bəs əziz gəlinlər, sizlər anaya, yəni qaynanaya nə deyirsiniz? Bax, istərdim hər birinizdən işləyək. Ceyran deyir. Bəs siz? Ana deyirsiniz. Gəlsəydim, bəs siz nə deyirsiniz? Mənki xala deyir. Bəs siz? Bibi deyirsiniz. Siz? Xala deyir. Maşallah olsun. Yusuf müəllim, deyirlər bəzən, yəni bəyin anasına ana deyə müraciət eləsinlər. Bu nə dərəcədə düzgündür? Bax, bilirsiniz, istərdim bu haqda danışasınız. Yəni, öz anası var. Mənə ləzzət verir ki, xanım dedi ki, mən bibi deyiləm. O dedi, xala deyiləm. Əsas o lazım ki, onun hörməti elə anon qədər saxla, onunla da çalış artıq saxla. O, apalısına yerinə düşər. Əgər anadsa bir dənə ana var, atadsa bir dənə ata var. Nə olur, qaynata əvidə deyə bilərsən, dayıda deyə bilərsən. Yəni, belə olmaya yaxşıdır. Yox, ata, ana deyəndə, yəni, oğul nə deyirsə, gəlin, onu deyirsə, qırağa çıxanda, kənarda bir yerə gedəndə bilmir onu gəlini, deyir qızıdır. Ona görə mən Yusuf müəllimin sözünə çox hörmətlə yanaşıram, amma oğul nə deyirsə, gəlin, onu desə, o evdə daha mehribansız olur. Amma gərək biri başa düşərək. Buyurun, meydan sizindir. Mən istərəm toy üçün, güzel toy. Buyurun, babası yanında. Mənlərimiz gəlir. Mən hər bir yerdə deyirəm, Allah Teala qudaları əsas odur ki, mehriban eləsin. Qudalar mehriban olsa, oğul da, qız da inanın mehriban olur. Zahradır, imam evladı
Ergün Bərdəli. Eşq olsun. Var olun. Berderler. Her çövrət. Buralar ama ben Oy berderler, oy berderler, güzel berderler. sağ ol. Allah bana hoşbakt eylesin. Oraydı burası Siyezidi. Siyezidi. Seni o kadar Rabbi Yezidi oraydı. Rabbi Yezidi özümün aldı. Maşallah bu ses Su əyləşək. bu da yaman hoşlanır. Kamyonlar başlıyor. Kövreni sonra. Yeter beni biraz